Salam dostlar, kanalıma hoş gəlmisiniz. Bugün mən sizlərə Windows 11-i hər hansısa bir telefonunuzda, köhnə və ya təzə fərq etməz, hər hansısa bir telefonunuzda açmağı göstərəcəm. İlk öncə ya Google Chrome'u və ya da başqa bir şeyi, yaxud da iPhone-dasınızsa Safari-ni açın. Sonra axtarış hissəsindən Windows 11 Inject. Burada gördüğünüz şeyi yazın. Sonra qabağınıza çıxan ilk sayta girin və onu ana ekrana qoyun. Add to home screen. Yükləyin. Və artıq sizin Windows telefonunuzda Windows 11'iniz var. Bunu istəyirsinizsə web browserinizdən, istəyirsinizsə belə ana ekrana qoyaraq işlədə bilərsiniz. Və qeyd edim ki, lazım olan hər şey işləyir. İstəyirsiniz bir şey indirin, istəyirsinizsə də browser açın. Sağ olun, gələn videolarımızda görüşənədək.